Herkese selam, ben Jakras, xoş gördük sizi yeni videomuzda. Bu videoda bu dəfə turnir oynayacağıq. Hansı ki bir başqasının turniridir, bir ərəb yayıncının. Ki burada bir qəşəng oyunçu var deyə misal üçün bunu bu ehtimal paylaşaram. Ki eşləşsək, Lijuhu və misal üçün bizlə gəlib görək eşləşəcək, eşləşməyəcək. Ki bundan başqa da qəşəng oyuncular var burada. Rad da deyəsən normal oyuncu olmalıydı ilə. İlk minlikdə və ilk 159'da olan oyuncudur. Ki buradakı oyunculara mən bayaq videodan qabaq baxdım ki çox qəşəng oyuncular var. Misal biri budur. Biri özüməm. İndi öz dəstəmlə oynayacağım burada. Əslində raket döngüsü oynayardım. Prosta dedim ki nə olar nə olmaz ən azından daha çox əlim öyrəşdiyi dəstə ilə oynayayım ki çox oyuncu burada dərəcəli oyunculardır ümumiyyətlə bir dənə belə. Rastgele baxsaq misal üçün bu oyuncu 4000'lik də 2000'lik də. Yəni çox belə dediyim kimi oyuncular dərəcəli oyunculardır. Arada bir-iki dənə bu da dərəcəli oyuncudur. Arada bir-iki dənə oyuncu var ki, onlar dərəcəsizdir. Buna baxaq ki, bunun da dərəcəsi var. Deyirəm də bütün oyuncular demək olar dərəcəli oyunculardır. Ki yox, bu zəifdir. Bunun prosta elə belə nihayəsi var. Deməli, başqa bu oyuncuda da dərəcə, bir yüngülvari var. O birislərinə baxanda zəifdir. Nəsə, indi turnuva başlayanda başlayarıq. Son 10 saniyə turnuvamız başlayır. Ümid edirəm ki, bu Lijuhu ilə falan düşərəm. Yəni, mənə lazımdır ki, ən azından video üçün qəşəng oyuncusu ilə eşləşək. Uduzsaq da olar. Ki, başladıq, başlayaq. Görək kimdən eşləşirik. Hakim, oy, dünya 11. Görək nə oynayır. Başlanğıc əli ilə fıçı ilə başlamaq yaxşıdır. Korumalar qəşəng vurduq, hasar verdik. Amma nəsə kartımız gec düşür. İnternet baxımından biraz problemimiz var. Görək başımıza nə gəlir. Bundan sonra oyuna bir dənə restart verərəm. Ya da ki megabayt'a keçərəm. Çünki belə çətin olacaq. Bax, korumaları misal üçün düz atmışdım. Burada korumalar gec düşdü deyə dart yaşada bilmədik. Hansı ki indi orada çox qəşəng dəyər qazanardı bəlkə də dart. Yəni rəqibin hələ tam da nə oynadığını çözə bilmədim. Amma belə bir yüngülvari tazıya oxşuyur. Nəsə biz ataka çıxaq. Qəşəng, fıçı qəşəng hasar vuracaq orada. 500 hasar təxmini vurduq. Ki bura tomruk atıram. Kartın getməyi çox bilə pisliyi. Normalda üçündə rahat açdırmalıydı. Tazı gəldi. Nəsə Teslamızı tikək. Buradan əslində dartı indi də ata bilərəm. Amma dəstə o qədər sürətli deyil deyə çevirə bilməyəcək ikincin. Nəsə bu biraz Tesla gəlsin yaxını. Arxadan bu kart gəldi. Görək büyüsü. Ateş topu. Yəni dartı bir damcı dibə atsaydıq daha yaxşı olardı. Prosta ben neynək raket atmağa məcburam. Çox qəşəng. Çox qəşəng, amma ki bu lava parçaları vuracaq. Yəni ora bir kart da ata bilmirik hal-hazırda. Əlimizdə havaya vuran kartı yoxdur. Nəsə biraz gözləyək. Evrimli fıçı ilə girək. Yəni sağlı soldu. Bəlkə nəsə eləmək oldu. Arxadan balçıqdan çıxım. Yəni bunu utsaq çox yaxşı olar, amma ki həm adam taza oynayır, biraz havaya qarşı. Deyirəm də internetimizdə nəsə problem var, kartımız çox gec gedir. Bunu qabaqdan atıram ki milyonlar kəssin, onu milyonlar özü olsun, amma öləcəkmi? Ay, milyonlar ölmədi. Orada çox belə pis iksir ziyanına girdik, 4 iksir. Düzdür, hasar verdi, amma yəni, bu hasarın geri dönüşü var. Tesla'nın çox belə kulenin dibindən tikdik ki, çox da belə problem deyil. Olsa da oyunu udzacaq. Yəni, Valkyrie bunu atdıq, amma o evrimli kart mənə çox belə gözümü qorxudur. Bu goblin partlayan, özü partlayan qoy dibində partlasın. Dart goblin. Dart goblini əritdi. Yəni oyun getdi. Mən megabayt'a keçim. Yəni kart çox gec gedir. Yəni biraz da o konsantrasyonumu pozdu belə deyək. Yox. Rəqibin şansı gətirdi. Keçək növbət oyuna. Görək bu oyun necə olacaq. Bu arada megabayt'a keçdim ki kartım daha düz əməlli getsin.
Ki mənə lazımdır kartım promo yəni düşsün də yerə. Baxaq, Valkür. Bu nədir? Rəqiblər hamısı elə bu lənətlə oynayır. Yəni sən də taza oynayırsan, yəni də. Amma rəqibimiz bu arada qəşəng rəqibdir. Gözümdən qaçmadı deyil. 200-cü yer idi deyəsən dünya üzrə, yəni çıxıb, yəni rozeti var idi. Ki iksir golem oynayır da ehtimal şifacını görməyimə ehtiyac xoşbəxt olmadım ki iksir golemi gəlir. Amma biz iksir golemin savuna bilərik ki sağ tərəfdən çox qəşəng hasar verdi amma sağ kuləni aldıq demək olar. Amma iksir golemi də yəni nə olar nə olmaz. Deməli raket bir dənə də kart atıram. Kart at super yəni mini pekka bilmirdim amma yenə də çox qəşəng. Bunu defans elədik. Bura kart atımı atmayımı deyə düşünürəm. İksiri dolda gözləmək istəmirəm. Dart goblini ataq. Goblin yıkıcını hələ ki əlimdə saxlayıram. O çox qəşəng cavabdır iksir goleminə qarşı. Prosta hələ ki rəqibə göstərməyək. Bu arada evrimli ejderin çevirsə problemdir. Ki o ejderi vurar kulemizə. Yəni məncə buran deyil amma yox. Valkürdən seçdirib bir dənə vuracaq. Olsun. Fıçı da ata bilərik, atak da eləyə bilərik amma rəqib qorxuram ki birdən elə bizim o iksir xeyrimizi götürər. Ki hə ya oyunu saldığım bir an düşünmüşdüm. Nəsə davam eləyək. Deməli. Yəni nə gözləyirsən oyuna görə, ya oyunu sal, qoy sənə 3 tat çəkək. Nə olsun dünya 200-cü sən qaqaş. Ya iksir golemi gəlir. Ya bunu savunmaq lazımdır. Hələ yenə də dart goblini atıram. Büyüsü varsa dart goblini belə öldürsün. Ondan sonra goblin yıkıcını atım. Olmaqla əlimizdə evrimli valkür var. Ki tomruk bunu atıb qalxanı qırmalıyam yoxsa o bizim başımıza problemə salacaq. Uy, raketa iksirimiz çatsa, hə, çatdı. Yarasalar çox böyük problemdir bu arada. O ikinci iksir golemindəki savuna biləcəyimi, bilməyəcəyimi, kulem getməsini də başqasını istəmirəm amma gedənə oxşuyur. Aha, davay, qoymayın. Çox qəşəng, 32 candan hələ də kulemiz həyatdadır, atak eləyək, çünki o bizim o kule gedəcək. Kuleyə nə qədər çox hasar versək, o qədər belə bizim üçün yaxşıdır indi bu dəqiqə. Kule, əməlli canını aldıq. Yəni sol kuleni vermək istəmirdim, nəsə adam büyü atdı onsuz da. Ki oradan da bir dənə dart goblin atım, kuleni alaq, yəni bir də uzatmada oynamayaq. Qəşəng, refleks verə bilmədi, kuleni aldıq və tutduq. İksir golemi nədir? Sən olsun da dünya üzrə nə bilim nə. Sən mənlə qarşılaşımsan, zeyf. Ev yox. Keçək növbəti oyuna. Başladıq. Oyaji. Qardaş, bu nədir? Mənə bir dənə dərəcəli oyuncu gəlsin. Belə sadə oyuncular sevmirəm. Prosta nəsə rəqibin özüm bilmirəm, amma klanı yaxşı klana oxşuyur. Çox klanın qırağındakı xəttər-məttər. Yəni, qəşəng klanlarda olur çox vaxt. Ki, başlayaq. Adam məncə əslində Viper dəstəsi oynayır. Eynən. Raketi yapışdıraq ora. Bu arada Viper'a qarşı eşleşmələri normalda alıram. Yəni öz ligimdə. Prosta Oyajini tam da bilmirik necə oyuncudur. Bəlkə də sıralama oyuncusudur, bəlkə yox. Qəşəng binicini bundan savunduq. Hələ ki demək olar hasarsız davam eləyirik. Deməli uy raketlə əslində belə bir xüsusilə boş-boşuna raket atmağı çox qəşəng onu ziyana saldı. Görək bunu dəyərləndirə bilirik. Əslində körpüdən də girə bilərdik promo. İksiri azdı deyə indi bu dəqiqə defans eləməyə iksir tapacaq. Ayda valkür atacaq. Görək körpüdən çıxardıq. Nə dev oynamırıq ki arxadan çıxırıq. Ev yox. Yəni bunu defans eləsə belə yenə də yəni, alarıq deyə düşünürəm. Ay, fake atırdım da kasırqa yadından çıxmışdı. Nəsə. Hələ ki vəziyyət yaxşı deyil. Tesla ilə bunu savunaq. Yəqin ki Tesla öldürər də onu tomruk atmağımıza ehtiyac olmaz. Əla. Yəni normalda Teslanı tam da dibindən atmıram. Güncülvari bir həyəcan da var ki. Yəni bəlkə bu da sıralama oyuncusudur. Yenə də bunu aldıq. Deyək, düşünürüm. Çünki Viper oynayır. Deməli rəqibdən hələ ki hamle gözləyirəm. Evrimli bu valkür aslında işləri pozdu.
Görək. Oy, kasırqa atdı. Binici gəlir, raşet atmalıyam, yoxsa bizim kulemizə çatmayacaq o. O buz ruhu hasarını da yemək istəmirəm. Çünki oyun belə baxıram yaxın gedir hələ ki və yaxında gedəcək. Adam raket 9 iksir xərclədi. Yəni promoyu mən körpüdən girəcəm elə iki tərəfli. Görək Tomruk'un o tərəfə istifadə eləməyə çox yaxşı oldu. Dart Goblin buradan hasar ver. Əla. Yəni biraz hasar verdik. Amma rəqib hasarda ümumi götürsək qabaqdadır və bizim o Goblin atdıq ora nədir kartın adı yadımdan çıxdı, ona görə raketi attım. Cəllad ki adam heç nə atmadı. Bu arada hasarda qabağa keçmişdi, amma ki rəqib raketlə təzədən qabağa keçdi. Fıçını rəqib yemir, qabağa, arxaya heç birini yemir. Nəsə Dart Goblinlə körpüdən bir dənə yoxlayaq. Yəni yadımdan çıxdı, yoxsa Tomruk'u elə əvvəldən atardım. Bu arada Tomruk'u əlimizdə saxlamağa ehtiyac yoxdur. Tesla ilə təzədən bunu savunaq. Kasırqan, sən kasırqaların çox belə dəxlisiz deyə bu arada Oyajay, nəsə, ondan ki hələ də hasarda adam qabaqladı. Raketə çevrilmək istəmirəm. Rəqibin dəstəsi mənim dəstəmə baxanda sürətlidir. Goblinlər üçün Tomruk atdım, o da ki Valkür atdı. Ay, kulemizə bir dənə vuracaq. Bir dənə vur, çox vurma. Valkür sol tərəfə ümid edirəm çox vurmaz. Hapsı. Sağa sola hasarları bərabərləşdirmişik. Bu nətər oynamışdı qardaş, mən normalda Viper'ları vuduram. Rəqib hal-hazırda qabaqdadır. Ki sağ tərəfə çox da vura bilməyəcəyik, yeyib yox. Deməli, rəqibdən təxminən 400 hasar arxadayıq. Ortadan Tesla birinciyə görə. İndi bir dəqiqə o dart lazımdır ora. Yox. Oy, çox pis hasar yedik. Yəni 400 hasarın fikirləşirdim. Adam bir xeyli qabağa düşdü. Tomruk'umuz çox qəşəng tutdu, amma ki o rəqibdə Tomruk atacaq yəqin ki. Hasar verə bilmədik yenə də. Yenə də sıxmaq lazımdır. Belə olmaz yəni. Dünya 200 oduruq. Bu rəqibi udamayacaq. Kasırqaya bax. Rəqibin kasırqa səhvinə görə körpüdən girək. Deməli log yenə Goblinlər üçün atıram. Adam çox təxlisiz Tomruk atdı. Tomruk'u mən gözləmirdim, yoxsa eləyərdim. Evrimli Valkür onu saxlayacaq, amma ki kuleyə raket atsa, raket 771 vurur. Tomruk ata Tomruk da atsa oyun qurtarmır. Gir, son şans. O kasırqa da sıxdı əlindən, uduzdu. Gir, raket. Oy. Qəşəng. Yəni bir an dedim ki uduzdum da. Keçək növbəti oyuna. Bunu bayaq deyəsən baxmışdıq, belə də güclü oyuncu deyil. Başlayaq görək oyunumuz necə gedir. Arxadan elə Goblin'dən çıxdıq. Bu nə başlanğıcdır, bu nə? Belə oyun yoxdur da. Ona bax, həm Tesla'da, həm nə bilim raket də əlimizdə yoxdur. Yəni ikisindən biri olsa rahat savunacaqdıq. Adam elə dəxlisiz kör atak elədi. Kulemiz də getdi. Bizim sağ tərəfi nə ala bilməyəcək yəni. Ya belə oyun yoxdur da, yəni. Adam konkret bəxtə və də aldı kuleni. Orada nəmi? Deməli daha sakit bir şəkildə oyuna davam eləyək. Yəni biraz əsəbimiz soysun. Deməli nəsə fıçı ilə başladıq. Ona kuleni atsaq, prosta rəqib görəsən nə oynayır? Varil, buz ruhu, elektrik ruhu. Neyse ağlıma heç nə gəlmirdi. Təbii ki Kraliyet devi oynayır. Yəni normalda sadə Kraliyet devi dəstələrini uda bilirəm. Ki keşişli olandan çox da belə eşləşməmişəm. Yəni keşişli versiya belə də çox da qarşıma gəlmir, amma belə əziyyət çəkəcəyimizi düşünmürəm. Ki qəşəng. Bir korumalar orada KD-ni qəşəng saxlayar. Ümid edirəm Kraliyet devi bir dənə vurar da maksimum. Vurmadı, heç vurmadı. Çox super. Əslində əlində varilin olmağı Dartı öldürə bilməməyi deməkdir. Prosta elektrik ruhu tullandı, Dartı öldürdü. Nəsə biz sağa sola atak eləyək. Onsuz da Valkürə bir kart atma oldu ki, ev yox.
En azından böyük büyüsünü öğrendik. Ateş topudur. Görək balıqçıya korumalar yox. Korumaları atmayayım. Korumaları KD için saxlayaq. Bura bunu ataq. Düzdür. Bu 4 iksirdir. Amma KD üçün korumalar daha belə qəşəng kartdır. İndi KD-yə gələ bilər deyə Tesla-nı hazırda saxlayıram. Hələ ki rəqibin necə oynadığını bilmirəm. Aha, adam arxadan çıxdı. Biz də əslində iksirimizi dolu gözləyək. Gəlməsə, hə, все. Arxadan korumaları bırakıram. Prosta elektrik ruhu plus varil eləyib korumalar kəsməyi istəyər deyə Tomruku əla atdıq. Korumalar onsuz da onu kəsə bilən deyil. İndi KD gəlsə belə bir şey eləyə bilən deyil. Tesla çat. Əla. Əla. Valkyr neyini sən hara aparsan? Ana kule kraliyet devin kəsir. Oyun şok. Oyuncu deyir abi bu neyini? Deməli, sağlı sallı bir dənə atak eləyək. Prosta ki görək çox da hasar verə bilməyəcək elə bil. Çünki oy sağ tərəfdən və sol tərəfdən əməlli hasar verdik. Yəni çox hasar verə bilməyəcəyimizi düşünmüşdüm. Prosta rəqib biraz səhv oynayır. Elektrik ruhunu saxtafıcı o bir varilli bu birisi üçün saxlasa çox qəşəng olar. Bu arada buna bir dənə Tesla. Dart öləcək orada, eybi yox. Ki bunu savunduq, yəni adam kraliçe devi vurmaz ora. Yəni prosta işdir, birdən vura bilər deyə Tomruku göndərək. Deməli hafıcı adam yox, adam fake'ləri yemir. Çörpdən elə belə dart yoxladıq, amma ki ona yəqin elektrik ruhu atar deyəcəkdim. Uy, bu birisi gəldi. Aha, koruma plus Tesla bu kombonu əməlli saxlayır da. Ki, hə, o vuran deyil. Qəşəng. Thank you, lowest. Rəqib oyunu saldı. Ki, super. Axır ki, yəni bayaq ki, əsəbdən sonra bir dənə belə oyunumuza ehtiyac var idi. Bu qədər.